سيد الوسيين. السلام عليك يا ابن فاطمة الزهراء سيدة نساء العالمين جميعا ورحمة الله وبركاته. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما. Değerli müminler, artık bir neçə gündür Hazreti İmam Hüseyin Aleyhisselatü Vesselam'ın əza məclisində iştirak edirik və Allah bunu xidmət kimi dəyərləndirərsə mərsiyələr deyilir, nohələr oxunulur, sinələr vurulur, vagiralar edilir. Allah bunları bizim ahirət dəftərimizə yazsın. Ümidimiz qəbrimizin ilk gecəsi Əbu Abdillahil Hüseynin bizim o çətin anda yanımızda olmağımızdır. Onadır ümidimiz. İnşallah ki hədis mövcuddur bu haqdaki. Hazreti İmam Hüseyin Aleyhisselatü Vesselam buyurur ki, hər kim mənim əzadarım ola və ya zəvvarım ola, mən onun qəbrinin əvvəl gecəsində məni gözləsin, mən onun yanında olacağım. Allah nəsib eləsin, biz o zümrədən, o şəxslərdən olaq ki, çətin anımızda, ən çətin an insan üçün, hətta möminlər üçün də olsun belə, bir neçə çətin anlar var, qiyamətin səhnəsi və qəbrinin əvvəl gecəsi. O çətin anda İmam Hüseyin Aleyhisselatü Vesselam əlimizdən tutsun bizləri o sıxıntıdan, o əzabdan xilas eləsin inşallah. Gəlin, Əbu Abdillahil Hüseynin məclislərinə bigana yanaşmayaq. Burada hər vurulan, sinəyə vurulan əl, hər göz yaşı bizim cəhənnəm odu ilə bizim aramızda olan bir sipərdir, bir pərdədir. Ki, adi gəlməsin bizə, yüngül yanaşmayaq, bəzən səhlənkarlıq edirik, səbirsizlik edirik. Yəni, burada bir növ insanın o tutumu və ya səbr etmək həddi, meyarı ölçülür. Adam var görsən, saat yarım, 2 saat sərasər oturur, adam var görsən, səbr edə bilmir. Odur, bu məsələlərdə biraz özümüzə əziyyət verək. Nə olar? Demirik, kaş o dəm, o yerdə, necə idi şuar? Olaydıq Kərbəlada. Sən əgər 1 saat yarım otura bilmirsənsə, çətinlik çəkirsənsə, o real deyil, şuarla əməl. Mən demirəm, mən heç kimini qınamıram. İndi ola bilsin birinin üzrü olur. Amma 18 nəfərin, 20 nəfərin üzrü olmaz ki, bir yerdə toplaşıb orada söhbət eləsinlər, gözləyək ki, haçan çay veriləcək, içək gedək evimizə. Belə əzadarlıq olmur. Yəni, çox xahiş edirəm, mən sizin ən bir kiçiyiniz kimi, sizin bir qardaşınız kimi, belə deyək, bir nökəriniz kimi sizdən xahiş edirəm ki, gəlin məclisi belə deyək, yüngül yanaşmayaq. Məclisin dəyər qiymətini bilək. Biz neçə günlər idi danışırdıq və bir mövzu ətrafında danışdıq. Artıq 4 gün idi səhv eləmirəmsə, bir mövzu ətrafında danışdıq. Bugün isə Həzrət İmam Hüseyin Aleyhisselatü, ümumiyyətlə məsumların, insanların hidayət edilməsi haqqında və ya Həzrət Peyğəmbər Əkremin İmam Hüseyin Aleyhisselatü Vesselam haqqında dediyi söz İnnəl Hüseynə misbahul huda və səfinətün nəcat. Həqiqətən Hüseyin hidayət çırağı və nicat gəmisidir. Qəribədir. Bəzən bir dəstə ağılsız deyək və ya qərəzli deyək olan insanlar bu iddiadadırlar ki, hidayət eləyən Allahdır və Qur'andır. Çünki necə ola bilər sıravi bir şəxs və ya indi imam kimi onu Peyğəmbərin nəvəsi kimi dəyərləndirir. Necə ola bilər ki, onlar insanı hidayət edə bilərlər. Hidayət ki, o hidayət, yəni Allah istədiyi tərzdə, Allah dediyi o düz yol, sıratən müstəqim, həmən yoldan söhbət gedir. Necə ola bilər? Amma Qur'ana nəzər salsaq, Qur'an Kərim haqqında da Allah Teala biz danışmış ki, Hudəl lin-nas, Hudəl lil-muttəqin.
Kur'an insanları hidayət eləyəndir və ya təqvalıları hidayət eləyəndir. Yəni bu haqda biz danışmışıq. Allah və Allahın kitabı. Sonra Allah Teala Kur'an-ı Kerimdə də Şura surəsinin 52-ci ayəsində də baxın, mən xütbədə də o ayəni oxudum ki, peyğəmbərin də hidayət edildiyini qeyd edir Kur'an-ı Kerimdə. Deməli, hidayəti tək Allah yox, yəni Allah da öz elçilərin, öz nümayəndələrinin vasitəsilə insanları hidayət edir. Necə? Kur'an göndərilir insanların hidayət olunması üçün. Allah göndərir. Sonra peyğəmbərlər haqqında Allah Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi haqqında Kur'an-ı Kerimin Şura surəsinin 52-ci ayəsində buyurur ki: "Və innəkə lətəhdi ilə sıratin müstəqim." Həqiqətən sən düzgün yola hidayət edənsən. Peyğəmbərə Allah bu cür verir. Burada anlaşılır, başa düşülür ki, bəli, peyğəmbər fərd də olsa, insan da olsa, onun hidayət etmək belə öhdəliyi var. Bunu çünki bu hədis deyil ki, buna deyəsən ki, zəif hədisdir, ravisi belə getdi. Bu Kur'an'ın ayəsidir ki, Allah Teala burada o ağılsız və ya qərəzi olan insanlara demək istəyir ki, tək Allah, çox dəlil gətirirlər ki, Allah deyir, istədiyim şəxsi hidayət edəcək. Yəni bu kimi şübhələr gətirirlər ki, necə imamsın, necə hidayət eləyə bilər? Və bu cür qərəzli sözlər deyirlər, amma baxırsınız, buyurur ki, həqiqətən Peyğəmbər sən düzgün yola hidayət eləyənsən, yəni yönləndirənsən. Burada anlaşılır ki, bəli, Allah peyğəmbərləri də, rəsulları, elçiləri də insanları hidayət edir. Bəs imamlar, çoxu, məsələn, deyir, imam haqqında heç ayə yoxdur, məsələn, o qərəzi olan insanlar, necə ola bilər, imam insanı hidayət eləyə bilər? Kur'an-ı Kerimdə də yenə də Allah Teala buyurur ki, وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَحْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Biz bizim əmrlərimizlə hidayət edən imamlar qərar verdik. Baxın, Allah burada imamın Allah tərəfindən qərar verildiyini, yəni seçildiyini qeyd edir, həm də o imamlar öz nəfsi istəkləri ilə yox, sözləri ilə yox, elə o biz dediyimiz, yəni ağzına nə gəlir, ağlına nə gəlir, düşüncəsi ilə yox, dilinə nə gəlir, o ifadələrlə yox, Allah bi əmrina, bizim əmrimizlə Allah Teala deyir ki, hidayət edən imamlar qərar verir. Burada da anlaşılır ki, Həzrəti ayə buyurur ki, "Ləmmə səbəru və kanu bi ayatina yuqinun." Ki onlar səbr etdikləri üçün və yəqini olduqları üçün. Burada səbir tək halal harama diqqət eləməklə yox, bütövlükdə hər bir şeyə, nəfsi istəklərdən tutmuş, çətinliklərdən tutmuş hər bir şeyə qədər səbr edilmək nəzərdə tutulur. Bəlalardan tutub hər bir şeyə qədər. Çünki Həzrəti Əbu Abdillahil Hüseynin həyatına nəzər salsaq, ta körpə yaşından anası ki, xanım Zəhra Səlamullah əleyha şəhadətə yetişdi, o dövrdən ta Kərbəla vaqiəsində İmam Hüseynin şəhadətə yetişməyindən bütövlükdə bu kişi bəla ilə belə deyək örtülüb. O bəla ilə belə deyək zinətlənir. Bunların öz ibarəmizlə desək, sadə dillə desək, Allah bunları görürdü məcazi mənada. Görüb və buna dəyər verir ki, Allah onu imam kimi, özdə necə imam? Hidayət edən, özdə yəqin də bütövlükdə hər bir şeyi ilə inancından söhbət gedir. Adam var, bəzi şeyə inanır, bəzi şeylərə inanmır. Götürürsüz, məsələ deyirsən birinə, hansı ona sərf edir, qəbul edir. Hansı şey sərf eləmir, deyir, belə yox da, bu çox oldu. Deyirsən, məsələn, toya getmə, haramdır,
Məsələm deyirəm. Deyir, içki vermirlər ki, deyirəm, olmaz. Deyir, bu çox oldu da. Görürsünüz, insanların bəziləri bir hissə, bir şeyin müəyyən hissəsinə yəqin edir, namaz qılım. Xumsə gəldikdə başlayır, yox, bu da artıq çox oldu. Görürsünüz, yayınmaq istəyir insan, tam yəqin yoxdur. Mömin ola bilərik, amma yəqinimiz kamil şəkildə deyil. Amma Əbu Abdillah Hüseyn, yəni bütövlükdə 12 imam həm səbr etməkləri, bütövlükdə hər bir şeyə səbr edilməsi, həm də hər bir şeyi Allahın bütün vədlərinə yəqini olduğu üçün Allah Taala onu imam qərar verir. Heç nə İmam Hüseyn əleyhissalatu vesselamın inancını dəyişə bilməz. Nə çətinlik, baxın Kərbəla vaqiəsinə, nə vədələr, o rahatlıq üçün ona vədələr verilmişdi və ya o çətinlikləri görürdü və ta ölən anına qədər hər bir şeyi görürdü İmam Hüseyn əleyhissalatu vesselam, heç nə onu dəyişə bilmədi. Biz o şəxslərə imam deyirik. Biz hər yoldan keçənə imam demirik. Cəmaatın seçdiyinə imam demirik. Biz Allahın seçdiyinə, Allah da öz ibarəmizlə desə, elə belə yoldan keçəni imam seçməyib. Yoldan keçəni sənin üçün, mənim üçün Peyğəmbər seçməyib. Bütövlükdə Allah onların nəyə qadir olduğunu, imanının, etiqadların bilirdi. Amma bizə tamam bütövlükdə təqdim edirdi ki, bugün o boş-boş kənardan danışan insanlara bir nişana verdi ki, bax, imam belə olmalıdır, belə olacaq. Bunlardır mənim hidayət edən imamlarım. Bunlardır mənim hidayət edən peyğəmbərlərim. O da İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, bu ayə bizim haqqımızda nazil olunub ki, bizim əmirlərimizlə hidayət edən imamlar qərar verdik. Buyurdu ki, biz o imamları ki, Allah bizim əmrimizlə insanları hidayət edir. Allah dediyi imamlar, ayədə deyildiyi imamlar bizik və Allah bizi qərar verib. O səbir, çətinliklərə səbr etdiklərimiz üçün və Allahın bütün vədlərə yəqinlərimiz olduğu üçün Allah bizi imam seçib. Baxın, Həzrəti Peyğəmbər Əkrəm də İmam Hüseyn əleyhissalatu vesselam haqqında bu kəlamı işlədi. Bilirsiniz bu qissəni, Həzrəti İmam Hüseyn əleyhissalatu vesselam Kəb ibn Ubey onun yanında olduqda mən bunu danışmışam məsciddə. Həzrət İmam Hüseyn əleyhissalatu vesselam gəldi, yaxınlaşdı Peyğəmbərə. Peyğəmbər Əkrəm durdu ayağa, dedi, gəl ey yerin və göyün zinəti. Həzrət İmam Hüseyn əleyhissalatu vesselama dedi. İmam Hüseyn əleyhissalatu vesselam bu sözü imama dedikdə, deyir, Kəb ibn Ubey deyir, mən soruşdum Peyğəmbərdən, ya Rasulallah, səndən başqa yerin və göyün zinəti var. Dedi, ey Kəb, Hüseynin göydəki əzəməti, hörməti, ehtiramı, şərafəti yerdəkindən qat-qat üstündür. Allah göy üzünə, lovh-i məbhuzə bu sözlə zinət verir. İnnəl Hüseynə misbahul huda və səfinətul nəcat. Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Allah ərşi bununla zeynətləndirir. Odur, Peyğəmbər bu sözü, bu hədisi, bu kəlamı işlədib ki, doğrudan baxdıqda, tarixə də baxdıqda, toxunacağım o mövzulara, İmam Hüseyn əleyhissalatu vesselam hidayət eləyəndir. Tək İmam Hüseyn əleyhissalam yox, bütövlükdə məsumlar, imamlar hidayət eləyəndir. Mən bu mövzu haqqında danışmışam. Qur'anın, Əhl-i Beytin Qur'ana oxşarlığı ayələrlə yəqin ki, mütəmadi məscidə gələnlərin yadında olacaq. Özdə deyə bilərdi Allah, Hüseyn hidayət edəndir. Bu sözü deyə bilərdi, amma dedi ki, misbahul huda, hidayət çırağıdır. Bilirsiniz, Qur'an bizi hidayət eləyə bilər. Amma Peyğəmbərsiz, imamsız bizi hidayət eləyə bilməz. Niyə? O qədər Qur'anı öz dərrakəsi ilə, ağlı ilə şərh edənlər var, azıblar.
Allah'tan uzaq düşüblər. Hətta elələri mən tanıyıram, sonda ateist olublar. Quran-ı Kərimdən elə ayələr gətirirlər ki, belə İslam olmaz, belə din olmaz. Bu düşüncə ilə görürsünüz, dindən uzaq düşürlər. Hansı ki, Quran-ı Kərim haqqında Allah Teala buyurur ki, Huden linnas, insanları hidayət eləyəndir. Təqvalıları hidayət eləyəndir. Necə ola bilər, neçə ilin namaz qılanı, həddi bulluğa üzr istəyirəm çatan qızlar haqqında danışdıqda görsən yolun azır və ya elə insanlar var müxtəlif başqa ayələr haqqında danışdıqda görürsünüz yolun azmış olur. Deməli elə hidayət var ki insan o hidayətdə qaranlıqlar olar. O qaranlıqlardan xilas olmaq üçün gərək bir çıraq olar. Bir yolu gedəsən, nə qədər yol qət edib gedəsən, o yolda gündüz gedə bilərsən rahatlıqla. Qurandan da başa düşdüyün ayələri başa düşə bilərsən. Namaz qıl, oruç tut, nə var? Amma gəldi ki, gündüzün gecəsi də olur, o ayələrin çətin anları da olur, başa düşülməyən və sənin ağlığın həzm etmədiyi, dərk etmədiyi ayələr ola bilər, o sənin gündüzün gecəsidir. O səfəri ki gedirsən, bir gün, 5 gün yol getməlisən, o gecədə mütləq sənə çıraq lazımdır. Eyni ilə Qur'anı dərk etmək üçün də bizə çıraq lazımdır. Peyğəmbər İmam Hüseyin əleyhissalatu vəssalamı çıraq, hidayət edən çıraq adlandırdı. Deməli, o kişidən yapışan heç vaxt zəlalata düşmür. Qaranlıqda işığı olan, çırağı olan insan heç vaxt deyə bilməz, görmədim, yıxıldım, dəydim yerə və ya paltarımı batırdım və ya bir əlim, ayağım əzildi. Bugün Qur'anı dərk etmək üçün də və dini olduğu kimi dərk etmək üçün də mütləq şəkildə gərək imamı dərk etmiş olasan və imamını tanıyasan. Baxın müsəlmanların əksəriyyətinə, baxın onların belə figuruna və ya davranışına, geyim keçiminə, hərəkətlərinə, insanlarla davranışına, qadınlarla, körpələrlə davranışına, baxın onlara. Bir çoxları elə bir tərzdə davranırlar. Niyə? Çünki onun gecə yol, zülmətdə getdiyi yolda bir çırağı yoxdur, bir imamı yoxdur. Peyğəmbər Əkrəm o da buyurur ki, həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Özü də o gəmi də bilirsiniz necədir? Həzrəti qəşəng Allah ömür versin Məkarim Şirazi ağaya deyir ki, Həzrəti Nuhun gəmisi insanı fiziki cəhətdən, təhlükədən qoruya bilər. Mümkündür. Amma İmam Hüseyin əleyhissalatu vəssalam insanın gəmisi insanın mənəviyyatını qoruyur. İnsanı kamil insan kimi formalaşdırır. Odur Peyğəmbər bu gözəl kəlamı Əba Əbdillahil Hüseyin üçün deyir. Həqiqətən elədir. O şəxslər ki imamı olduğu kimi tanıyırlar. Yəni mümkün deyil biri 12 imam şiyəsi ola amma yolun azad. Deməli o imamın olduğu kimi tanımır. O imamı olduğu kimi dərk etməyib. İmamın hədəfini dərk etməyib. İmamın amalını dərk etməyib. İmamın kim olduğunu anlamayıb. Sadəcə eşidib dədə babasından, dostdan, qohumundan ki, bəli 12 imamın adını bilmək lazımdır. 12 imamı tanımaq lazımdır. Məsələ bununla bitmir. İmamı tanıdıqda imamın gərək amalını, məqsədini, hədəfini, imamın kimliyini, imam necə yaşayıb, nə üçün yaşayıb, kim üçün yaşayıb, övladlarına qarşı necə olub, xanımına qarşı necə olub, dostuna qarşı necə olub, qonşusuna qarşı necə olub, düşməninə qarşı necə olub. Bütövlükdə həyatın bir bəzəyidir imam. Bütün o qaranlıq qalan şeylərə işıq verən bir varlıqdır imam. Odur, mümkün deyil bir insan imam tanıya, amma zəlalətə düşmüş olar. Peyğəmbər Əkrəm də Əhl-i Beyti və Qur'anı tapşıranda Əyyuhən-nas inni tarikum fikumus səqələyn. Ey insanlar, sizin aranızda 2 ağır əmanət qoyub sizi tərk edirəm. Bilirsiniz, deyir, hər kim
fətəməssəkuhuma, hər kim o iki əmanətdən yapışa, lən təzulla, heç vaxt zəlalətə düşməyəcək. Özdə ərəb dilinə lən əbədi inkarlığı, yəni mümkün deyil insanın zəlalətə düşməyi. Odur, bir insan kamil şəkildə imamını tanıya, dərk eləyə, mənim tövsiyəm cavan qardaşlarıma bu olardı ki, imamlarımızın hədəflərini öyrənək, məqsədlərini öyrənək, yaşam tərzini öyrənək, insanlarla davranışını öyrənək, düşməni ilə hətta necə davrandığını, kişinin qabağın kəsiblər, qoymurlar vətəninə getsin, amma həmən o düşmənin ordusunun özünə, əskərinə su verir və ya hətta heyvanlarına su verir. Baxın, kişidə hünərə baxın, cəsarətə baxın, mərhəmətə baxın, ədalətə baxın. Belə imam tanımaq lazımdır. İmam o qədər gözəl danışırdı ki, bilirsiniz, Züheyr İbn Qey, Allah rəhmət eləsin, tarixdə yazırlar ki, əhl-i sünnə məzhəbindən idi. O xanımı ilə həcdən qaydanda Küfə ilə Kərbəla istiqamətində ki, o yer var idi, gəlib imama rastlaşdıqda o öz xeyməsini kənarda qoymuşdu. İmam da bunu gördükdə və bunu öz yanına çağırdı ki, gəlsin, sözüm var ona. Əlbəttə bilirsiniz, bu qissəni çox danışmaq istəmirəm. Bu getmək istəmirdi. Xanımı bunu məcbur elədi ki, dedi, səni Peyğəmbərin balası çağırır, imam çağırır. Bəlkə bir istəyi var səndən. Get, özü də bəzi tarixi mənbələrdə yazmışlar, təzə evlənmişdi və ya heç, amma ailəli idi. Belə bir imkanlı bir şəxs idi. Nəhayət xanımı bunu başa saldı, getdi imamın yanına. Baxın, imamın hidayət edilməsi. İmam necə onunla danışdı, eləyə bilərdi. O da vəfasız bir şəxs kimi tarixə düşə bilərdi. Və ya tarixdə onun adı olmaya bilərdi. Amma bugün onun adı tarixdə yaşanılır. Niyə? Çünki onu imam hidayət eləmişdi. İmam vasitəsilə hidayət olunmuşdu. Qeyri-məsumun vasitəsilə hidayət olunmamışdı. Hələ onun imanı kamil olmamışdı. Hələ imam tanımamışdı o vaxta qədər. Birdən imam tanısaydı, dərhal imam onu çağıranda gedəcəkdi. Görürsünüz, bir boşluq vardı onun qəlbində, onun ruhunda. Gəldi imamın yanına, imam ona necə danışdı? Dedi, məni 1000 dəfə öldürsələr, yenə diriltsələr, mən Hüseynin yolunda şəhid olmağa hazıram. Baxın, bu kişi heç imamın çağırışına getmirdi. Amma indi nə deyir? Deyir, məni 1000 dəfə öldürüb diriltsələr, yenə də deyərəm ki, qoy mən Hüseynin yanında şəhid olum, yenə dirilim. Baxın, hidayət olmaq budur. Peyğəmbər onun üçün dedi, İnnəl Hüseynə misbahul huda və səfinətun nəcad. Hüseyn hidayət çırağıdır. Elə bir çıraq verdi ki, Züheyrin əlinə, elə bir onun həyatına çıraq saçdı ki, dünya və axirətin əldə elədi. Dünyada da kişinin adı qalıb, axirətdə də indi məqamı, yeri nədir, onu hamı bilir. Çünki Kərbəla şəhidlərinin məqamı, xüsusi məqamı var. Xanımını azad elədi, dedi, sən azadsan, mən artıq öz ibarəmizlə desək, imamımın öhdəsindəyim. Hidayət olan şəxslərdən baxın, Həbib ibn Məzair, Müslüm ibn Ovsəcə, yaşlı kişilər idi. Yaşlı insanlar idi. Bəlkə də onlar Kərbəlada vuruşmağa məsul deyildilər. İmamın haqqı müdafiə etməyə məsul idilər. Amma Kərbəlada vuruşmaq, çünki o güc yox idi. Görün necə idi ki, Həbibə İmam Hüseyn əleyhissalatu vəssalam ordusunun sağ cinahının komanderliyin vermişdi. Yaşlı bir kişiyə. Həbib şəhid olanda bilirsiniz, imam onun başını dizin üstünə qoydu, nə dedi? Dedi, Həbib, sən mənim sədaqətli dostum idin. Nə sədaqətli dostsan, Həbib?
Həbibin o saqqalından göz yaşının yerində qan axırdı, qan. Müslim İbn Ovsəcə yaşlı kişi şəhid olanda yazırlar İmam Hüseyin Həbibinin məzahirlə getdi onun başının üstünə. Dedi Müslüm sənin ölümün çox çətin oldu bizim üçün. Bilirsiniz bir cavan çətinliklə can verəndə və ya əziyyətlə can verəndə o cavanın bir müqaviməti olur. Adam onu gördükdə müəyyən qədər danışırsan ki, cavan idi, belə müqavimət göstərirdi, ölmək istəmirdi. Amma yaşlı insan taqətdən düşüb, susuzluq əldən salıb, qocalıq onun belin büküb, amma bununla belə imamı üçün vuruşur. Həbib Müslümə dedi, sənin ölümün biz üçün çox çətin oldu. İmam Hüseyin də onun üçün ağlayırdı. Bilirsiniz nə dedi Həbibə Müslüm? Dedi ki, nə vada imamınızı tək saxlayasınız, nə vada İmam Hüseyin əleyhissalatu vesselam tək qoyasınız bu düşmənin içində. Əla lənətullahi ələl qovmiz zalimin. Gəlləm bəzmində şeybələr